Salam dəyərli izləyicilər. Deməli biz 9-lara düşə biləcək tipdə suallara baxacağıq. 9-cu sinif buraxılış imtahanına düşə biləcək sualların ikinci hissəsinə baxırıq. 11 suala baxmışdıq. İndi biz davam edirik 12-ci sualdan. Deməli yazacaq 12-ci sual. Keçək suallara. Soyuducunun qiyməti 240 manatdan artıb 420 manat oldu. Soyuducunun qiyməti neçə faiz artdı? 240 manat birinci 100% götürürük. Yəni 100% idi. Nə qədər artıb? 420 manat olub. Yəni neçə faiz artıb? X götürək. Tənasüb şəklində vurub açsaq 240 vurulsun x'imiz bərabərdir 420 vurulsun 100. Hər tərəfi 10-a bölsək bu sıfırlar getdi burada. Hər tərəfi biz 6-ya da bölək. 6-ya böləndə burada 4 qalır. 6-ya böləndə burada 7 qalır sağ tərəfdə. Yəni 4x bərabərdir 7 vurulsun 100. Hər tərəfi 4-ə bölsək də 100 də 4-ə böləndə qalır 25. Buradan x'imiz alınır bərabərdir neçə? 7 vur 25 də bizdə 7 dəfə 5 35. 3 yadda 7 dəfə 2 14 o da 17. Yəni 175 faiz olar. 175 faiz olacaq. Yəni neçə faiz artıb? 175-dən də 100-ü çıxsa 75 faiz artıbdır. Yəni neçə faiz artdı? 75 faiz artdı. Deməli belə. 75 faiz artdı. Keçək biz 13-cü suala. Keçirik 13-cü suala. Radiusu 12 cm olan çevrədə 80 dərəcəlik mərkəzi bucağa uyğun gövsün uzunluğunu tapın. Biz bunun üçün bir düstur da təkrarlayaq. Nəzərdən keçirək. Yəni x belə götürək. X mərkəzi bucağına uyğun. Yəni x mərkəzi, daha doğrusu alfa mərkəzi bucağına uyğun gövsün uzunluğunu da hesablaya bilərik. Birinci belə götürək. Ümumi çevrə 360 dərəcə olduğuna görə 360 dərəcəyə ümumi 2πr uyğun gəlir uzunluq olaraq, yəni çevrənin uzunluğu. Alfa bucağına da x uyğun gəlir. Buradan x-i tapanda, yəni x vurulsun, yəni 360 vurulsun x bərabərdir alfa vur 2πr, yəni 2πr alfa. Alfa. Buradan x-i tapsaq bərabərdir 2πr alfanı bölürük nəyə? 360-a. Bu 360 ilə 2 də ixtisar gedəndə qalacaq bizdən neçə? 180-də πr alfa. 180-də πr alfa. πr alfa. Deməli, mərkəzi bucağa uyğun gövsün uzunluğunu tap. Alfamız nədir? Deməli, buradan alfanın yerinə 80 dərəcə qoysaq 80 x bərabər olacaq bizdə πr radiusumuz verilib 12 vur 12 vurulsun alfamız 80 dərəcə bölsün neçə 180. Buradan ixtisar gedir nələr? 20-yə ixtisar aparsaq 9 qalır burada. Burada 20-yə ixtisar getsə 4 qalır. Burada 12 ilə 9 da ixtisar getsə 12 ilə 9 burada 3 qalacaq. Burada 3-ə ixtisar gedir 4 qalır. 4 vur 4 eləyir bizdə 16 pi böl 3. Yəni 16 pi bölsün 3 santimetr. Yəni B variantı olacaq cavabımız. Keçək biz 14-cü suala. Deməli 14-cü sual. Deməli belə bir misalımız var. 14-cü sualımız var. Maraqlı misaldır. Mənfi çaşdırıcı sualdır biraz da. Mənfi 4 kökdə 3 ədədinin tam hissəsini tapın. Tam hissəni tapmaq üçün mənfi 4-ü biz kök altına salmalıyıq. Yəni kökdə 16 olacaq vurulsun kökdə 3. Kökə salsaq, yəni hər ikisini bərabərdir. Mənfi kökdə 16 vur 3, yəni 48. Mənfi qabaqda yazaq, kökdə 48. İndi belə bir şey var. Deməli, tam hissəni tapmaq üçün. Tam hissə nə olmalıdır bizdə? Tam hissə həmişə, daha doğrusu kəsr hissə nə olmalıdır? Kəsr hissə həmişə nə olur? Müsbət olur. Kəsr hissəni götürürük biz sıfırdan böyük. Yəni həmişə müsbət olmalıdır. Biz həmin mənfi kökdə 48 ədədini necə yazaq? Deməli, yəni ədəd olaraq nədir bu? Tam hissəni biz götürürük nə? Mənfi kökdə 48 və mənfi kökdə 48 və üstə gəl nədir? Kəsr hissəni fiqurlu mötərizə şəklində yazırıq. Mənfi kökdə 48. Deməli, bizə kəsr hissə lazım deyil, tam hissə lazımdır. Tam hissəni tapmaq üçün
biz rahat bir şəkildə yaza bilərik. Mənfi kökdə 48 hansı ədəd yaxındır təxmini olaraq? Yəni mənfi 7-yə yaxındır. Tam hissəmiz onda olacaq mənfi 7. Mənfi 7 yəni nədir? Mənfi kökdə 49 deməkdir də. Mənfi 7 üstə gəl, üstə gəl. Hər hansı 0 tam neçəsə. Yəni bu da müsbət olur. Olduğu kimi, yəni kəsr hissəmiz müsbətdir. Yəni onda tam hissəmiz olacaq neçə? Mənfi 7 olar. Yəni Y variantı olacaq cavabımız. Keçək 15-ci suala. Keçək 15-ci suala. A kvadratı B kubu üzərində yazsaq, daha doğrusu belə yazaq, sıfırdan kiçikdir. Baxaq, sıfırdan kiçikdirsə, birbaşa buradan baxa bilərik. A kvadrat həmişə müsbətdir bu ifadə. B kubumuz mənfi olmalıdır ki, bu ümumi yəni hasil mənfi olsun. Onda B'miz nədir? B kubumuz nədir? Mənfidir. Onda B'miz nə çıxır? Sıfırdan kiçik. Yəni B'miz nədir? Mənfi ədəddir. Bunu bildik. Keçək sonra ikinci bu şərtə. A kubu B kvadrat C sıfırdan böyükdür. Biz bunu bilə bilərik. B kvadratımız həmişə, yəni kvadrat ifadə həmişə müsbət olacaq. Müsbətdir. C mənfi, A da mənfi ola bilər. Biz buradan hələ ki bunu saxlayaq. Üçüncü şərtə keçək. AC üstü 4 də sıfırdan kiçikdir verilib. C üstü 4, yəni üstü cüt dərəcə olanda müsbət olacaq. A'mız da buradan nə çıxır? Sıfırdan kiçik çıxır. Yəni A'mız onda nə oldu? A'mız oldu necə? Yəni A'mız mənfi ədəd oldu. A mənfidirsə, bax, A mənfidir. Elə C'miz də nə olmalıdır? Mənfi olmalıdır ki, bu hasillər hamısı sıfırdan böyük olsun, müsbət olsun. C'miz də daha doğrusu mənfi olacaq. Yəni B də mənfi, A da mənfi nədir? Elə C də nədir? Mənfidir. Yəni işarəsini müəyyən edin. Hamısı nədir? Yəni hər üçü nədir? Mənfidir. Deməli belə. Keçək 16-cı suala. 16-cı sual. 16-cı sualda olarsa deyir, yəni modulda ifadələrin cəmi, bax, modulda ifadələrin cəmidir. Sıfırdırsa, biz burada başqa bir şərtimiz qalmır. Yəni, hər ikisini sıfıra bərabərləşdirməliyik ki, bunların cəmi sıfır olsun. Əks halda, yəni, uyğun gəlmir. Yəni, 2x çıxılsın, y2'miz üstə gəl 11'imiz bərabər olmalıdır sıfıra. Sistem tənliyi alacağıq buradan. 3y2'miz də çıxılsın, 6 bərabər 0 olmalıdır. Bizə deyir, x-y hasilini tap. Yəni, x-in y hasilini tapmalıyıq. Deməli, buradan ikinci tənlikdən 3y bərabərdir 6 alınır. Buradan y2'miz alınır 2. Bunu bildik. Sonra birinci tənliyi də yerinə qoyaq. 2x'imiz çıxılsın. 2 üstə gəl 11. Oradan bərabərdir 0 alınır. Buradan 2x'imiz bərabərdir. Yəni mənfi 2. 12'dən 11'dən 2 çıxan 9. Müsbət 9. Sağa keçəndə mənfi 9 eləyir. Buradan da x'imiz alınır. Mənfi 9'u 2'yə böləndə eləyir mənfi 4 tam onda 5. Bunu bildik. X'i də bildik. Y2 də bildik. Bizə hasilini tap deyir. Mənfi 4 tam onda 5'i biz nəyə vururuq? 2'yə vururuq. O da eləyir neçə? Mənfi 9. Yəni cavabımız olacaq. Hasili olacaq mənfi 9. Keçək biz 17-ci sualla. Keçək 17-ci sual. Deməli, çevrə məsələsidir. Çevrə məsələsinə aid bir dənə misal düşür. Çevrənin AC və BD vətənləri M nöqtəsində kəsişir. BM verilib 12, MD verilib 5, MC verilib 4 cm, AM də verilib 2x üstə gəl 3 olarsa x-in qiymətini tap. Biz buradan rahat bir qaydanı bilirik. Yəni, daxilində vətənlər kəsişəndə bu xassə doğrudur. BM-in MD-yə hasili bərabərdir. AM-in də MC-yə hasilinə bərabərdir. Deməli, biz buradan yazsaq ki, yəni AM-in MC-yə hasilini x-i sol tərəfdə yazaq birinci. Yəni 4 vurulsun 2x üstə gəl 3, üstə gəl 3. Bərabərdir 12'nin də 5'ə hasili. 12'nin də 5'ə hasili. Hər tərəfi 4'ə bölsək bu geçsin. 4'ə bölsək burada 3 qalır. Yəni 2x üstə gəl 3 qalır solda. Bərabərdir. 3'ü də 5'ə vursaq 15. Buradan da 2x'imiz bərabər 15'dən 3 çıxanda 12 eləyir. X'imiz də bərabər olur. 12'ni 2'yə böləndə 6. Yəni x'in qiymətini tapdıq biz nə? 6 cm. Deməli belə. Keçək 18-ci suala. 18-ci sual. 18. 18. Deməli. Maraqlı suallar var. Suallar deməli, qəşəng suallar var. Orta suallar da var, çətin suallar da var. Lap asan suallar da var. Çox asan suallar yoxdur. Deməli, 2x kvadratı üstə gəl bx üstə gəl c.
Çoxhəllisinin vurğularından biri deyir. Biri, yani x çıx 1 deyir. X çıx 1. O birisi də onda olsun. Nə qalsın? P2 çoxhəllisi qalsın. Belə götürək. Hər hansı bir çoxhəllidir o da. Yəni iki hədli olacaq. Buradan yəni B üstə gəl C-ni tapdıq. Yəni vurğularından biri x çıx 1 verilirsə, yəni x çıx 1 sıfıra bərabər olanda, x çıx 1 sıfıra bərabər olanda həmin yəni çoxhəlli də sıfıra bərabər olacaqdır. Yəni sıfır. Çünki vurğularından biri budur. Sıfırı yəni digər çoxhəlliyə vuranda həmin çoxhəlli də ümumi yəni bu nəyə bərabər olur? Sıfıra bərabər olur. Yəni x-in hansı qiymətində? Biri sağa keçirsək 1 qiymətində. Yəni belə götürməliyik. X-in 1 qiymətində çoxhəlli sıfıra bərabərdir. Yəni bu sıfırdırsa biz bilirik ki, yəni bu burada sıfıra bərabər olarsa ümumi nə olacaq? Yəni çoxhəlli də sıfır olacaq. Hansı qiymətində? X-in 1 qiymətində. Yəni 2 vur 1-in kvadratı üstə gəl. B vurulsun 1 üstə gəl C. Bərabər 0 qiyməti. Buradan nə alınır? 2 alınır üstə gəl. B-ni 1-ə vuran B üstə gəl C. Bərabər 0 alınır. Buradan da birbaşa B üstə gələcəyimiz çıxır yəni. B üstə gələcəyimiz nə çıxır? Və 2-ni də sağa keçirsək mənfi 2 çıxacaq. Yəni cavabımız olacaq mənfi 2 qiyməti. Cavabı. Keçək 19-cu suala. Keçək 19-cu suala. Radiusu 15 olan çevrənin mərkəzindən 9 cm məsafədə yerləşən vətənin uzunluğunu tapın. Bu da maraqlı sualdır. Qəşəng suallar var. Deməli suallar belə. Keçək belə bir sual. Radiusu 15-dir. Götürək biz radiusunu 15. Radius 15. Mərkəzindən bax 15 cm olan çevrənin deyir. Mərkəzindən 9 cm məsafədə yerləşən vətənin uzunluğu. Baxın belə götürək də biz burada. Bir də vətər götürək. Belə bir vətərimizi götürək biz. Vətər götürək. Daha doğrusu belə götürək ən yaxşısı. Birinci vətəri götürək. Biz vətəri çəkək. Sonra mərkəzi olsun. Bu da radiusunu çəkək. Sonradakı məsafəni çəkək. Yəni həmin çevrənin mərkəzindən 9 cm məsafədə yerləşən deyirsə biz nə götürürük? Perpendikulyar çəkirik. Yəni məsafə dedikdə perpendikulyar nəzərdə tutulur. O A radiusumuz 15-dir. 15-dir və 9 cm məsafədə yerləşir. Vətənin uzunluğunu tapdıyır. Bizim bir xassəmiz də var ki, çevrədə belə bir xassə də var ki, həmin o mərkəzindən çəkilən hündürlük, yəni məsafə perpendikulyar nə edir? Vətəri 2 bərabər hissəyə ayırır. Yəni A, H götürsək, buranda B götürsək, AH-ımız bərabərdir HB-yə. Yəni bu doğrudur. Buranı x desək, burada x olacaq. AB-nin yəni bizə vətənin uzunluğunu tapdıyır. AB-ni yəni 2x-i tapmalıyıq biz. Belə. 2x-i tapmalıyıq. Buradan biz nə alırıq? Pifagor terimindən. Təbii ki, Pifagor terimindən biz nə alacağıq? Bu nədir bizdə? Pifagor teriminin xassəsi var idi də 5K olanda 5 vur 3-dür. Bu nədir? Bizdə 3 kvadratlar fərqinə görə də Pifagor terimindən düstura görə tapa bilərik. Bu da qısa qaydadır. Yəni biz nə bilirdik? Pifagor ədədləri var idi. 3K, 4K, 5K olanda. Yəni buradan da 3 vur 3-dür. K-mız nədir? 3-dür. Görürsünüz? Bu K-mız 3-dür. Onda 5K-dır. Hipotenuz 5K-dır. O birisi 3K-dır. Elə bir x də nə olacaq? 4K olacaq. Yəni x bərabərdir 4K. O da bərabərdir 4 vurulsun. K-mız nədir? Elə burada 3-dür də. O da neçə eləyir? 12. Yəni 12 santimetrimiz nədir? X-dir. Onda AB-ni tapdıyır bizə. Vətənin uzunluğu 2 vur 12. O da eləyər neçə? 24 santimetr. Yəni cavabımız D variantı olar. Keçək 20-ci suala. Keçək 20-ci suala. 20-ci sual. İki həlinin kvadratı olarsa deyir, A1 həllisini tapın. Kvadrat yəni tam kvadratdır uşaqlar. 4x kvadratı üstə gəl A, üstə gəl 0,25. Tam kvadrat olması üçün A nə olmalıdır? Bərabərdir. Nə olacaq? Bu bizdə nədir? Birinci nə olmalıdır? Ümumi tam kvadrat. Yəni 2x-in tam kvadratıdır. Üstə gəl, A-nı hələ yazmayaq. Üstə gəl yazaq. 0,25-dir. 0,15-in nəyidir? Kvadratıdır. Elədirmi? İndi ikincisi nə olmalıdır? İkincisi nə idi? A kvadrat üstə gəl 2AB üstə gəl B kvadrat. Yəni 2 vurulsun birinci 2x vurulsun nə 0,5. Yəni A'mız nə olmalıdır? A'mız bu olmalıdır. Bu ifadə.
2'ni 2'ye vuranda 4. 4 x vurulsun 0,5. O da 4'ü 0,5'e vursaq, yəni 2'də 1'e vuranda o da eləyir 2x tezdə. Görürsünüz, yəni D variantı olar cavabımız. Keçək biz 21-ci suala. 21. 21-ci sual. Deməli. 8 A üstü 24 bölünsün n deyəsən. Burada 24 böl n. Üstə gəl 4 A B üstü n çıx üstü. Üstə çıxılsın 2A üstü 3 B üstü nədir? 9 çıx nədir? N'dir bu. Deyirsən n hə. Bəli, belə. Çoxəllinin dərəcəsi n'in çoxəllisinin dərəcəsi n'in hansı qiymətində ən böyük olar? Ən böyük olar deyir. Deməli ilk öncə biz baxırıq 24 böl n-ə. Yəni n bizdə nələr ala bilər? 1 ala bilər. 1, 2, sonra nə ala bilər? 3 ala bilər, 4 ala bilər. Yəni bölənləri 6 ala bilər. Və 8, 12, bir də 24 ala bilər. Yəni bunları ala bilər. Daha doğrusu belə bir şey götürək. Çoxhəllisinin dərəcəsidir. Çoxhəlli olması üçün də nə götürməlidir ki, rasional kəsir olmalı deyil çoxhəlli olması üçün. Buradan 24, daha doğrusu belə bir şey eləyək. 1'i silirəm. Nəyə görə silirəm? 1'i burada yazsa, 1'i burada yazsa, bax 1 çıx 3 yazsa, mənfi 2 olur. O B üstü kvadrat, yəni B-nin üstü mənfi ədəd ola bilməz. O bizdə nə olur? Bir həlli olmur. Yəni çoxhəlli nə idi? Bir həllilərin cəbri cəmi, yəni əks olur, zidd olur. Ona görə 1'i götürmüşük. 2 də ola bilməz oradan. 3 ola bilər. Bu da 3 ola bilər. Amma indi buradan fikirləşsək, bu hissəyə də baxsaq, 9'dan böyük ədədlər də 12 ilə 24 də ola bilməz. İndi bizdə nə qalır? 3, 4, 6, 8. 3'ü yoxlasaq, 3 yazanda 24 birinci götürək 3. Yəni bərabər nə? 3 götürək. 3 götürəndə ümumi nə olacaq bu? 24 bölsün 3 qalır nə? 8. Yəni bu 8. Hələ ki 8 alınır. 8 götürək. 3 yazsaq bunlarda 0 olacaq. 3 yazsaq burada 6. İndi burada 3 yazsaq burada 6 olur. Fikir verin. Çoxhəllinin dərəcəsi hansı qiymətində ən böyük olar deyir. Burada 3 yazsaq, 3 yazsaq. A üstü bura 8 olur, 3 yazsaq. Burası 3 yazsaq, bura 6, 6, 3. Burada ümumi yəni dərəcə olaraq 8. Bura indi 3 yazsaq, bunu da yazaq da 3 yazsaq. Burada yazar 3. Yəni 0 olur. Bu dərəcə ən böyük olan 6 üstə gəlir 3. Yəni bu 9 olacaq dərəcəsi. Bu hələ ki belə saxlayaq. 4 yazsaq nə olar bəs? 4 yazsaq azalacaq. 6 yazsaq da bu 4 olacaq. Sonra 8 yazsaq da bu nə olar? Azalar. Yəni n'in hansı qiymətindən böyük olacaq? Hansı qiymətində? Yəni n bərabər 3 olanda. Belə. 3 olanda. Bəli. Belə. Keçək 22-ci suala görək. 22-ci sualda nələr var? 22-yə keçək. Keçək maraqlı sualımız var. Çox gözəl suallar var. Deməli, belə. Bunları həll etmək üçün müxtəsər vurma düsturlarını bilmək lazımdır. A çıx B bərabərdir 4. Bir də AB'miz var 7'dir. Hasil var. A kub çıx B kubunu düsturunu yazaq birinci biz. Müxtəsər vurma düsturlarından. Necə olur? A çıxılsın B, vurulsun nə yazırdıq? A kvadratı üstə gəl AB, üstə gəl B kvadratı. Eləmi? Belə yazırdıq. İndi biz A çıx B var, A üstə gəl B də var. Bizə bir dənə nə lazımdır? A kvadrat üstə gəl B kvadratı lazımdır. Ona görə biz nə edirik? A çıx B-ni kvadrata yüksəldirik. Və bərabərdir 4'ün kvadratı. Burada sol tərəf A kvadratı üstə gəl B kvadratı belə yazaq biz. Yəni çıx 2AB deyə əslində. Yəni çıx 2AB-ni sonra yazaq. Bərabərdir 16'dır. Buradan da A kvadrat üstə gəl B kvadratını tapmaq lazımdır. Bu da bərabərdir 16 üstə gəl olacaq. 2 vurulsun. AB'miz nə qədərdir? 7 verilib orada. 2 vur 7. O da bərabərdir 16 üstə gəl 14, 30 eləyir. Yəni bu cəm 30 eləyir. Deməli buradan davam eləyək. 30 eləyir. Bərabər A çıx B'miz 4'dür. Vurulsun. Burada cəm A kvadrat üstə gəl B kvadratı bildik 30'dur. Üstə gəl AB hasili də 7'dir. O da bərabərdir. Götürək. 4'ü vurur onaya 37'ye. O da bərabərdir. 4'ü 37'ye vuranda o da
148 olacaq cavabımız. Yəni 148. Cavab olacaq 148 ifadənin qiyməti. Belə misallar. Keçək 23-cü suala. Keçirəm 23-cü suala. Sildirəm buranı. 23-cü sual. Çevrəyə aid sualdır. Geçən maraqlı sual oxşuyur bu da. Birinci biz nə edək? Şəkli çəkək. Şəklimizi çəkək. Sonra da nəyi çəkək? Belə bir rombumuz var deyəsən. Bu rombdur mu, yoxsa xeyr, romb deyil. Belə bir şey çəkək. Mərkəzdən bura xətlər çəkək. Yəni radiuslardır. Bir də ki, belə bir dördbucağlımız var. Bu da mərkəzdir. O nədir? Mərkəzdir. Burada 150 dərəcə nədir? Mərkəzi bucaqdır. A, B, C. Tamam. O mərkəzli çevrədə AOB-miz mərkəzi bucağımız 150 dərəcə. AC, B-nin dərəcə ölçüsünü tapın. AC, B-nin. Buranı tapmaq lazımdır. Yəni, buranı götürək biz X. Deməli, 150 dərəcədirsə, fikir verin, belə bir şeyimiz var burada. 150 dərəcəlik, yəni mərkəzi bucaq, yəni söykənibsə, hansı göz söykənibsə, orada nə olur? 150 dərəcə olur. Burada, yəni göğsün uzunluğu da, yəni ACB göğsünün uzunluğu da nədir? 150 dərəcədir. Bunu bildik. Sonra bura bir M yazaq. M. AMB göğsünü tapaq görək. Necə olar? Yəni ümumi çevrə 360 dərəcə olduğuna görə 360-dan 150 çıxırıq. Neçə edir? 210 dərəcə. Yəni ümumi çevrə 360-dır. Bu qırmızı hissəni çıxsaq AMB göğsünün uzunluğunu tapacağıq. Yəni lap oranı biz götürək göylə belə ştrixləsək, yəni rəngləsək AMB göğsü burasıdır. Yəni bunu da elə belə götürək. Burada 210 dərəcədir. Bildikmi? İndi biz fikir versək, bucaq ACB, yəni X bucağı nədir? Həmin AMB, yəni göy gövsə söykənən, mavi gövsə söykənən, daha doğrusu mavi gövsə söykənən daxili çəkilmiş bucaqdır. Daxilə çəkilmiş bucaq. Yəni 210 dərəcənin yarısı. Biz də daxilə çəkilmiş bucağın xassəsini bilirik də. Nə edirik? Yəni daxilə çəkilmiş bucaq nədir? Həmin söykəndiyi göğsün yarısına bərabərdir. Yəni 2-yə. Bu da bərabər neçə edəcək? 2-yə bölürük 105 dərəcə olar. Yəni deməli belə uşaqlar belə bir sual. 105 dərəcə olacaq. Keçək 24-cü suala. 24-cü suala keçək. Deməli belə bir şey var. Qutuda 5 ağ 24 ehtimal məsələsidir. Qutuda 5 ağ kürə, bir də 7 qara kürə var. 7 qara kürə var. Qutudan ardıcıl 2 kürə çıxarılır, qutuya qaytarılmamaq şərti ilə. Aha. Çıxarılan birinci kürənin ağ, ikincinin qara olma ehtimalı. Deməli, burada vurma prinsipindən istifadə edəcək uşaqlar. Birincini biz çıxarsaq, çıxarılan birinci kürənin ağ. Ümumi neçə P ehtimalı tapırıq da biz. P-ni tapanda nə edirik? Ümumi nə qədər kürə var? 12 kürə var. Ümumi 12 kürə var. Bunu bildik. 12 kürə var. Eləmi? Birinci kürənin ağ. Yəni biz 12 kürədən birinci kürənin ağ çıxma ehtimalı nə qədərdir? 12-də 5-dir də, elə deyil. Vururuq sonra. Biri çıxdı. Bax, qaytarılmamaq şərti ilə. 11 dənəsi qaldı mı? 11 dənəsi qaldı da, elə deyilmi? 11 dənəsi qaldı. İndi deyir, ikincinin qara olma ehtimalı. 11 dənəsi qalıb. Biz bilmirik, burada ağ qalıb, qaralar qalıb. Nə edirik biz? Çıxarılan, yəni ikincinin qara olma ehtimalı. Bu da ki 7-dir də biz. Nə edirik? Yəni 7. 11 dənəsindən il bil ki, birincinin ağ deyir. İkinci yəni biri çıxarılıb, 11 dənəsi qalıb. 11 dənəsində də yəni qaranın çıxarılma ehtimalı o da 7-dir. Yəni bunun ehtimalını soruşur. Yəni budur. Cavabımız 12 vur 11. Eləyəcək bizdə 132. O 5 vur 7 də 35. Yəni ehtimalımız budur. Yəni 132-də 35-dir. Cavab belə. Keçək biz o biri 25-ci suala və 25-ci sualdan ikinci part 2-də, yəni hissə 2-ni, ikinci hissəni də, ikinci videonu da yekunlaşdırarıq. Sonra keçərik 3-cü video. 3-cü video dərsliyə. Deməli 25-ci suala keçək. 25-ci sual. Burada nələr var? 25-ci sualda. 25-ci sual. Baxaq. 5A üstü n çıx 2 vurulsun B üstü 2 n üstə gəl 1. Deməli.
Bir həllisinin qüvvəti 20 olarsa, qüvvət 20-dir. Deməli, yəni n çıxılsın 2 ilə 2-nin üstə gəl, 1-in cəmi nədir? 20-dir. Buradan n'lər cəm 3n'dir. 20 2 sağa keçir. Üstə gəl 2 olur, çıx 1 olur. 3 n'imiz bərabərdir. 22 çıx 1, o da 21 eləyir. N'imiz olur neçə? 21-i 3-ə böləndə 7. Yəni biz tapdıq neçə? 7. Bunu tapdıq. Sonra deyir ki, bunu n'yi tapdıqdan sonra bir həlinin qüvvətini tap deyir. Yəni 3 x üstü n üstə gəl 3. Yəni 7 üstə gəl 3. Birbaşa yazıram. Yəni burada n üstə gəl 3 uşaqlar. 7 üstə gəl 3 yəni 10 olacaq. Bu da y üstü n çıx 1 də yəni 7 çıx 1 də 6 olur. Bu bir həlinin qüvvəti neçə olar? Yəni x ilə dəyişənlərin üstündəki ədədlərin cəmi idi bizdə. Qüvvət bir həlinin qüvvəti. 10 ilə 6-nın cəmi eləyər 16 qüvvət bizdə. Yəni D variantı. Bu qədər. Bu video dərslikdə bu qədərdir. Sağ olun, salamat qalın.